Əlbəttə ki, bu mənim üçün böyük bir təcrübədir və Türk cəmaatımızla birgə işləmək mənim üçün böyük bir şərəfdir. Sizdən hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun. Ceyhun xanım, sənə minnətdarlıq bildiririk. Ceyhun, sənə minnətdarlıq bildiririk. İsmail bəy sizə. Ceyhun xanım, ümumiyyətlə bu tədbiri 50% on boyundadır. Və hər bir mənada çox əziyyət çəkib. Qrupların yaradılması, onların hərəkətli olması, bunların dəvət olunması həqiqətən sizin müstəsna bir əziyyətiniz olub. Çox sağ olun. Ancaq cəmaat dedi, tez-tez yığmalısınız. İnsanları bir yerdə, ona görə ki, münasibətlər daha burada istidir və hər bir kəs burada özünü rahat hiss edir. 3 saatdır insanlar, 3 saat yarımdan çoxdur burada insan. İndiki insanları 1 saat bir yerə yığmaq çox çətindir. Amma 3 saat yarımda insanlar mənim düşüncəmdə 50 ilə 60 ilə qayıdanlar var ki, hər şeyi yad eləyirlər. Bu bir xoşbəxtçilikdir, bu bir insaniyyətlidir. Onu da siz yaratmışsınız. Çox sağ olun. Ben bir daha da hamını salamlayıram, əzizləyirəm. Sonuncu bizim Şairə xanımın bir mahnısı var. Ancaq ona qədər adam mənim burada olduğuna görə şəkil çəkirik. Sonra son rəqs edib dağılışırıq.